95-dir, motor adamla danışırıq. Bunu ceylan eləyəcəm. Mercedes W124 Cruiser. Bir zamanlar avtomobil yollarında adətən bu avtomobili dağılmaz, ölməz kimi adlandırırlar. Artıq avtomobilin vəziyyətinə baxdıqda görürük ki, avtomobil demək olar ki, ölmüş vəziyyətdədir. Amma dəyərli izləyicimiz bizə servisə, yəni Prime Tuning-ə müraciət etdi. Dedi, izləyirəm sizi, görürəm videolarda, siz avtomobilləri restavrasiya edirsiniz. Avtomobilin müştəri üçün mənəvi dəyəri demək olar ki, çoxdur. 1999-cu ildə avtomobil ona, yəni atasına məxsus olub. Müştərinin məndən xahişi ondan ibarət oldu ki, avtomobil tam restavrasiya olunsun. Gördüyünüz avtomobilin vəziyyəti tam gərgindir. Biz avtomobili tam olaraq alt, üst, motorxana, mühərrik bölməsi, yəni salon olmaq şərti ilə tam restavrasiya edəcəyik. Məsəl üçün, hal-hazırda avtomobilin mühərriki dizeldir. Biz onu benzin mühərriklə təmin edəcəyik. İndi orada neçə motor olmağı siz videolarda izləyəndə tanış olacaqsınız. Bu layihə olaraq Prime Tuning-in bir layihəsidir və hər videolarda bunda görülən işlər tam olaraq sizə göstəriləcək. Bizi izləmədə qalın.